Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin velhamdülillahi Rabbil alemin. Amma ba'd. Və sonra İbn Teymiyyə rahimehullah yeni bir başlıq açaraq Allah Subhanahu və Taala'nın sözünü gətirir. Və əhsinu innallaha yuhibbul muhsinin. Əhsinu, yəni həsən, əhsən, eşitirsiniz də, yəni məşhur, yəni yaxşılıq, doğruluq, xeyirxahlıq, hər şey nədir? Bu sinifə daxildir. Yəni, burada əmirlə gəlir. Allah Subhanahu və Teala əmr edir. Yəni, əhsən, xeyir işlər, xeyirli bir şeylər edin, yaxşı işlər, yaxşılıq edin, xeyirxah olun, xeyirxahlıq edin. Yəni, əhsəni bu götürəndə, mütəradifdə hamısı yaxındır. Kim bunu edərsə, Allah Subhanahu və Teala neyinir onu? Sevir. Nədir? Ayənin arxasında İnnallaha yuhibbul muhsinin. Həqiqətən də Allah Subhanahu və Teala ehsan edənləri, yəni yaxşılıq edənləri sevər. وَالْإِحْسَانُ قَدْ يَكُونُ وَاجِبًا. Bəzi hallarda ihsan dedikdə Şeyx Hüseyin rahimehullah gətirir ki, bu vacib sinifinə daxildir. Bəzi hallarda ihsan vacib sinifinə daxildir. Çünki bu ayədə zahirən görünən əmirdirsə də demək vacibə dəlalət edir. وَقَدْ يَكُونُ مُسْتَحَبًّا مَنْدُوبًا إِلَيْهِ. Bəzi hallarda nədir? Müstəhəb olur. Bəzi hallarda müstəhəb olur. فَمَنْ كَانَ يَتَوَقَّفْ عَلَيْهِ أَدَاءُ الْوَاجِبِ وَهُوَ vacib. Kim bunun vacibliyində dayanırsa, artıq ona vacibdir. Yəni, vacibliyində dayanır ki, mən bu xeyirxahlığı, bu şeyi vacib olaraq götürürəm. Artıq onun üzərində nə olur? Vacib olur. Əməli nədir? Vacib olur. Ümumiyyətlə, insan çətinliyi nə qədər götürərsə, çətinliyə nə qədər əməl edərsə, müstəhəb əməllər onun üçün rahat olur. Aydın oldu mu? Demirəm ha, nəyisə çətinləşdirmək, yox. Sadəcə özündə, o insanın özünə qayıdır. O insanın özünə qayıdır. İnsan var ki, məsələn deyirəm, gecənin 1/3 hissəsi qalxır, və yaxud da orta hissəsi, və yaxud da axır hissəsi fərqi yoxdur. Qalxır, 3 rükət namaz qılır. Elə deyilmi? Bunun üçün budur. Rahatçılıq budur, əlhamdülillah. Allah nəsib edib, o qalxırsa, onun özü neymətdir. Və insan var ki, qalxır, 12 rükət qılır, 13 rükət qılır. Neyniyir? Bu nəfsini daha da neyniyir? Möhkəmləndirir. Sabah onun üçün 3 rükət qılmaq necədir? Çox asan. Məsələn, insan var ki, zöhrü 4 əvvəl, 4 sonra qılır. İnsan var ki, 2 əvvəl, 4 sonra qılır. İnsan var, duhanı 12 qılır, insan var 2 rükət qılır. Aydın oldu mu? İnsan nə qədər ki, özünə çətinliyi götürərsə də, qalan məsələlər var, ha, onlar onun üçün yəni asan gələcəkdir. Baxın ki, insan özünə nəyisə vacib görürsə də, məsələn, mən şeyxlər tanıyırdım, səhər idman eləməyi özünə vacib görmüşdü. Səhər bir dəfə də mən də durub ondan idman eləmişəm ki, parkda, universitetdə oxuyanda. Yəni, insan deyir, mən deyir, özümə vacib götürmüşəm. Götürürsə də artıq nədir buna? Əməl edir. Bax, Peyğəmbər sallallahu aleyhi ve sellem gecə namazı durub qılır da təravih. İnsanlar yığıldı. Nə dedi? Deyir, bir dən vacib olar. Artıq nə elədi özünə? Qısa deyiləm də, bilis məsələn. Getdi özü artıq evdə tək qılma. Amma lakin, gecə namazı Peyğəmbərlərə nə idi? Aleyhisselam. Vacib idi. Sizə də vacib olmasın deyə. Bir məsələdə artıq sıxlaşdırırsansa da onu, özünə vacib götürürsənsə, artıq neynisən? Gözəldir. Məsələn, sahabə nə dedi? Ey Allahın Rasulü, oruç haqqında soruşur. Və deyir, ayın
13, 14, 15 və sonra deyir ki, axırda nə deyir? Davud əleyhissalamın orucu. Və bu götürür özünə. Qocaldıqda nə deyir? Nə deyir? Deyir, mən getdikcə Allah Rasulü da gəldi və özümə nə elədim? Çətinləşdirdim. Vacib elədim. Və ona görə məsələlərə nə deyir? Baxmaq lazımdır. وَمَنْ كَانَ زَائِنًا عَلَى ذَلِكَ وَهُوَ مُسْتَحَبٌ وَبِنَاءً عَلَى ذَلِكَ وَأَحْسَنُ فِعْلُ أَمْرٌ مُسْتَعْمِلَ فِيهِ الْوَاجِبُ وَالْمُسْتَحَبُ. Ona görə də əmrə baxdıqda orada deyir, həm deyir vacib kimi əməl oluna bilər, həm də ki, sünnə kimi əməl oluna bilər. وَالْإِحْسَانُ يَكُونُ فِي عِبَادَةِ اللّٰهِ. İhsan bir şey anlamaq lazımdır ki, Allaha ibadətdir. Ən gözəl, üstün ibadətlərdəndir. وَيَكُونُ فِي مُعَامِلَةِ الْخَلْقِ. فَالْإِحْسَانُ فِي عِبَادَةِ اللّٰهِ فَسَّرَهُ النَّبِي صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ حِينَ سَأَلَهُ جِبْرِيلٌ. Necə ki deyir, ihsan deyir, hədisdə varid olduğu kimi Cibril aleyhissalam Peyğəmbər sallallahu aleyhi və səlləmdən o haqda soruşdu. Fəqalə, Allah Rasulü sallallahu aleyhi və səlləm deyir, sual verir ki, ihsan nədir? Deyir ki, ən tə'budallaha kəənnəkə tərah. Deyir, Allaha elə ibadət edirsən, onu görmüş kimi. Bunu bir tədəbbür elə. Bu dəhşətdir, bura çatmaq çox çətindir. Müsəlman, mömin, muhsin, muqsid, muqtasid. Bunlar dərəcələrdir. Muhsin dərəcəsi, ihsan dərəcəsi çox yüksək dərəcədir. Yəni, insan öz-özündə sual verəndə ki, sən möminsənmi, deyir inşallah. Elə deyir. İnşallah. Lakin muhsin dərəcəsi, muqsid dərəcəsi, muqtasid, yəni bunlar nədir? O dərəcəyə çatırsan ki, hara gedirsən, deyir ki, Rəbbimə ibadət eləməyə fikir ver, rəng ağarır, bədən əsir. Baxın, halını deyirəm, ha. Bədən əsir. Ki, sən niyə belə eləyirsən? Deyirsən, düşün, mən Rəbbimin qarşısındayam. Rəbbim mənə baxır. Sən o hala çatırsan ki, kəənnəkə tərah. Fəilləm təkun tərah, fəinnəhu yaraq. Hədisin arxası belə gəlir. Ki, sən onu görməsən də o səni görür. Yəni, o dərəcəyə çatırsan ki, artıq əsirsən, mən Rəbbimin qarşısındayam. Oynuyum. Demirəm, namazda icazəlidir, qaşınırsa nəsə belə də icazəlidir. Amma onlar o haldaydı ki, deyir, sanki biri cidər idi. Yəni, divar. Üstündə deyir, bir quş qonmuşdu. Quş belə hiss eləmirdi ki, altındakı insandır, yoxsa divar. Bax, iyi dərəcəyə. İnsan nəfəs almağı bilinmirdi. Ki, Rəbbinin qarşısında saf, Rəbbinin qarşısında elə bir safda dururdular ki, cidarı, gətirirlər ki, biz deyir o cür, yəni divar kimi durardı. Hətta deyir, bizim deyir, ilk dəfə söküləndə paltarlarımız qıraqlardan sökülərdi. Bax, əhsin, mühsin budur. Ona görə onlar bunları özünə üstün, vacib götürmüşdülər bu halları yaşamağı. Biz vacib sünnəni hardan bildik? Peyğəmbər s.ə.v-də vacib sünnə var idi. Əhkamlar üstün rəy odur ki, İmam Şafiidən sonra olur, rahiməhullahdan. Bölünür. Vacib, sünnə, müstəhəb və s. və elə. Ondan sonra bölünür. Bəzilərinə görə tabinlərə yaxın bölünür, amma ondan sonra nədir? İnsanlar bilsinlər deyə artıq nədir? Ayrılır, yüklənməsinlər bir şey. Amma onlar o vacib sünnə görmürdülər. Nə gəldi? Əmənnə və səddəqnə, səmi'nə və ətə'nə. Gələn xəbərə təsdiq, gələn şeylərə, ibadətlərə nədir? İtaət. İtaət etmək. Əməl etmək. Bunlar bunu görmüşdülər. Peyğəmbər s.ə.v müəllimlərindən bunu görmüşdülər. Və bu cürdə nədir? Davamı cürdə onlar nədir? Həyatı bərəkətli oldu. Həyatı bərəkətli oldu. Onlar əhsinu, yəni yaxşılıq edin, həsən edin
onu özlərinə vacib görmüşdülər. Onun üzərinə vacib olduğu üçün də Allah onların dərəcəsini qaldırdı və xüsusən ayə nazil etdi ki, Allah onlardan, onlar da Allahdan razıdır. Gördün, dərəcəni qazandı, Allah da razı oldu. Mömin muqsid var ki, baxın, muhsin, muqsid, muqtasid. Və bu əməl edir. Biri əməl edir. Mömin əməl edir. Bax, fərqə bax. Möminlə muqtasid arasında fərqə bax. Mömin hamısını əməl edir. Gecə namazlarına qalxır, ibadətini edir. Muqtasiddən onun arasında fərq nədir? Bir dərəcə. O etdiklərini təzdən dəvət edir, əziyyətdən. Bu ondan bir pillə üstündür. Bir pillə üstündür. Ona görə muhsin dərəcəsi, Şeyx necə ki, Rahiməhullah vurğuluyor burada, Rəbbinə elə ibadət edirsən ki, onu görmüş kimi. Yəni ki, hər an, bugün meçidə gələndə siqareti tulluyur, zivilliyə girir. Şahid olursunuz yoxsa yox? Yəni sən o halda Rəbbinin qarşısına çıxsa, bir dənə fikirləş. Yəni bunu tədəbbür elə. Ki sən nəyi edib getsən Rəbbinin qarşısına. Və mələklər sənin safına baxır. Saf düzgün olmadan mələklər də nədir? Uzaqlaşır. Ona görə bu muhsin dərəcəsinə çatmaq üçün Allah da hər biriniz onlardan eləsin. Mütəməkkin, ixlasla Rəbbinə, sünniyə tutunaraq ibadət etmək lazımdır. وهذا أكمل من ذا الذي بعده لأن الذي يعبد الله كأنه يراه يعبده عبادة طلبا ورغبة فإن لم تكن تراه فإنه يراك. Çünki deyir, onlar da ibadət edir də onu görmüş kimi. Tələb, rəğbətlə, yəni sevərək, rəğbətlə, istəyərək nədir? Bunu edirdilər. فإن لم تصل إلى هذه الحال فاعلم أنه يراك. Əgər deyir, bu dərəcəyə çatmasan, biləcəksən ki, o səni görür artıq. Artıq hərəkətlər eləmə. Artıq hərəkətlər eləmə. Bax, Rəbbin səni görür. Kimdənsə nəyisə gizlədə bilərsən, Rəbbindən gizlədənməzsən. Yəni, şeyx xüsusən vurğulur ki, فَإِنْ لَمْ تَكُنْ تَرَى sən onu görməsən, فَإِنَّهُ يَرَاك, o səni görür. Yəni, فَإِنْ لَمْ تَصِلْ إِلَى هَذِهِ الْحَالِ yəni, bu hala sən çatmasan, muhsin halına, bu dərəcəyə çatmasan, فَعْلَمْ bil ki, أَنَّهُ يَرَاك, o səni görür. O səni görür. وَالَّذِي يَعْبُدُ اللّٰهَ عَلَى هَذِهِ مَرْتَبَةِ يَعْبُدُ عِبَادًا خَوْفًا وَرَهْبًا. Və bu dərəcəyə çatmaq üçün qul o mərtəbələrdən keçməlidir ki, ondan da əsas nədir? Qorxaraq və ümid edərək, istəyərək. Rəhbə də qorxu mənasındadır. Yəni, o dərəcədə ki, Rəbbindən qorxaraq, sevərək, ümid edərək, rəğbət bəsləyərək etməlidir. Qorxmaq o deməkdir, elə belə nəsə. Qorxmaq Allahın əzabından. Ki, Allahdan, mən birdən, fikir ver, birdən əzabı hər tərəfi bir tərəfə qoyur. Bax, dərəcə baxımdan deyirəm, birdən mənim 2 rükət namazım qəbul olmaz. Hələ sən o tərəfi fikirləşmə, bu dünyada etdiyin elə. Birdən burada ixlassız olaram. Rəbbim məndən qəbul etməz, əcri olmaz. Birdən burada mənə riya gələr. Namazım batil olar. Birdən bidət eləyərəm. Sünniyə müxalif olaram. Birdən Quranı düzgün oxumaram. Namazım batil olar. Sən, bu qorxudan məsələ gedir. Hələ axirət məsələsini danışmırıq. Danışdığımız, təbii ki, o da əsaslardandır. Hələ bu dünyada etdiyimiz bu ibadəti, necə ki, belə bir rəvayət gəlir, Əbu Bakr radiyallahu anhdan. Mən bilsəm ki, sadəcə tarixdir, Allah alim, mən bilsəm ki,
Rəbbim mənim 2 rükət namazımı qəbul edib, ömrümün sonuna qədər başımı səcdədən qaldırmaram. Bax, fikir ver. Dəhşətdir. O insan ki, Muhsin, o insan üçün ki, qazandı. Nəyi qazandı? Nəyi qazandı? Sıddıqla qəbədin. Qazandı. Siddiq niyə? Çünki Allaha sevgi ilə, məhəbbətlə, ümidlə, qorxu ilə, əmrləri yerinə yetirməklə, qadağalardan çəkinməklə, bütün mühsin işləri görməklə Allah Subhanahu wa Taala o ismi ona verdi. O ləqəbi ona verdi. Siddiq ləqəbini Rəbbindən gəldi o. Çünki bunu qazandı. Hamı deyirdi ki, sən nə deyirsən? Deyə Allah Rasulü nə dedi? Dedi, odur, qutardı. Nə dedi? Dedi, odur. İnsanda zərrə qədər, zərrədən, bəlkə zərrədən kiçik nə var? O varsa da, o insan bir dəfə şübhə etmədi. Dedi, o bir dənə araşdırım demədi. Biz haqq deyilikmi demədi. Bir dəfə dedi, Allah Rasulü dedi, bitdi. Və ona görə bunu qazandı, qardaşlar. Muhsin və ya yuxarı dərəcə olaraq nədir? Siddiq. وأما الإنسان بالنسبة لمعاملة الخلق فقيل في تفسيره بذل الندي وكفى الأذى وطلق الوجه. Və həmçin insanlarla deyir, müamilədə xalqla, yəni gözəl olmaq lazımdır. Yəni ki, məruf səbəbən kənə məliyin əv bədəniyin əv cəhiyən insan deyir, məsələn, malı ilə, bədəni ilə və yaxud da ki, daşqaşlarla belə bir şeylə buzul edir. Buzul nədir? Yəni, həddi aşır. Həddi aşır. İndi deyəcək, niyə? Kəffül əzə ən lə tu'zi nəsə bi qavlikə və lə bi fi'li. Yəni, yaxşılıq etdikdə Allah s.ə. dedi, əhsən, yaxşılıq edin. Bax, fikir ver. İnsan var deyil, yaxşılıq etdikdə hətta öz aləmində düz yaxşılıq amma əziyyət verir. Malı ilə, istər deyir, bədəni ilə və sər və ilə. Nətər olur bu? Nəyisə verir, sonra sözü ilə nə edir, onu acılayır. Rast gəlibsiz? Təbii ki. Və sən onu elədirsən, niyə acılayırsan? Bax, fikir ver bir dənə. Müəllim, buna bir dənə fikir verir. Buna əqqab alıb verir. Məsələn deyirəm. Bax da paltar alıb verir. Bax, bir dənə bu kəlməyə bax. Ola bilsən, niyyətin başqadır ya, salamatdır. İçəri gələndə, nətər oldu? Əqqab əğin oldu. Getdi əxi. Getdi. Cəmatın içində. Fərqi yoxdur. Təkdir. Əğin oldu mu? Getdi. Əcr, ola bilsin, riya daxil olmasın. Sirkələdir. Çünki o muhsin sinifindən ola bilməzsən. Baxıb, paltar əyin oldu. Nətərdir? Getdi. Onun üçün diqqətli olmaq lazımdır. O dərəcə ilə belə dərəcə deyil, ha. Deyir, insana deyir, yaxşılıq edirsən, əhsən. Və deyir, ona deyir, sözünlə və yaxud da deyir, feilinlə, yəni əməlinlə əziyyət verirsən, deyir. Və bunlardan deyir, bu biri də nədir? Budur, bu məsələdir. Və tələqatul vəçü ən təkuna ubusan indən nəs. Lakin əhyənən l'insən yaqdu və ya'bəs. Və nəqulu hədə lissəbəb. وقد يكون من الإحسان إذا كان سببا لصلاح الحال. Məsələn deyir, feili cəhətdən desən, bəxt söz cəhətdən dedi, indi feili cəhətdən. Və gəlirsən insanlara gəldikdə başdan qaş-qafa tökməyə. Belə biraz birinlə belə danışsan, birinlə belə danışsan. Abəsə. Bilirsiniz də o, abəsə və tavallə ayə də var da. Belə baxsan, belə abusan. Şeyx gətirir ki, abusan. Bu artıq feili cəhətdən incidirsən, qardaşsan. Qardaş, mən nağırdım, bu niyə mənə belə baxır? Məsələn, birinə bir yaxşılıq eləysən, bir şey olmamış, ay filan kəs, gəf filan kəsə kömək elə. Ay, gəf filan kəsə kömək elə. Nə bir şey eləyibsən deyə, sən sözünü yerə salma. O demək deyil, qardaş, bunda. Fikrim çatır? Və yaxud da ki, bir dənə maşın alıb veribsən, 5 dəfə. Gəf filan kəsi oradan gətir. Gəf filan kəsi. Nə oldu?
Başa bu artıq istifadədir. Sən də getdi o, qardaş. Bəcər getdi səndə. Yaxud insanların qaş peyğəmbər sallallahu deyir, qardaşının üzünə gülümsəmək sədaqədəndir. Elə deyilmi? Sən qaşqabaq tökürsən. Bu nədir? Bu niyə qışqırırsınız? Və yaxud da çox rast gəlmirsən məscidlərdə. Uşaq nəyə beləyir? Qardaş sən olmaz bu. Bu əhsin sinifindən çıxır. Necə Şeyx Hüseyn Rahiməhullah gətirir? Və lə tu'zi nəsə insanlara da əziyyət verib biqavlik, həm sözü ilə və lə bifi'lik, həmçində nə deyib? Vermək olmaz, yəni ki, sözlə, feillə də nə deyir? Əziyyət vermək olmaz. Məsələn üçün deyir, insanlar var ki, deyir, qəzəblənir insanlar. Qəzəblənmək olur. Yəni ki, xata eləyər, qəzəblənərsən. Deyərsən ki, qardaş, bu olmaz, məsciddə bu olmaz, bu olmaz. Məsələn, girər biri məsciddə başqa bir hərəkət eləyir. Olub, sahabələrdə olur ki, neysə ki, biz onu Buxarda da keçdik ki, Bədəv ərəb gəlib məscidi batırır. Sahabələr ayağa qalxanda bu insanda emosiya mümkün deyil. Hətta indi Allah uzaq etsin, məsciddə oturduğumuz yer biri gəlib elə batırsa kimsə emosiya şey eləməz. Yəni mümkün deyil, qardaş. Allah evidir. Yəni o insanın daxilində olan bir növ sevgidir. Dinə olan sevgi, dinə olan qeyrətidir. Aydındır? Yəni ki, Allah evinə qeyrətdir, elə şey mi o? Yəni insan amma lakin şiddət olmazsa, yəni gəlsən, qardaş olmaz, bu, başa gözəl şəkildə. Amma bu var, bu. Deyir, insan qəzəb ola bilər insanda. Kim ki deyir, İbn Teymiyyə Rahiməhullah gətirir, kim ki deyir, məndə deyir, qəzəb yoxdur. Bir növ onun deyir, qəzəbi himərin qəzəbi kimidir. Uzun qulağında. O qədər döysən, gənə heç nə demir. Fikir verin, nə tər gətirir? Mümkün deyir. Əgər deyirsən, deyirsən, bir gəcə himərlə fərq yoxdur deyirsən də. Əfər ola biləm, səndə qəzəb olmaz. Mümkündür. İndi deyir, himər kimi, sonra dalını gətirir ki, 2 dənə deyir, sənə də himərdən vurulan, çubuqdan vurulsa, görüm qəzəblənirsən, yoxsa yox. Yəni, belə bir misal gətirir İbn Teymiyyə Rahiməhullah əqidə məsələsində. Toxunur bu məsələ. İndi bu məsələlərdə bu kitabda toxunur ona. Və sonra gətirir ki, şeyx gətirir ki, yəni insan əgər bir şeydə, bunlar hamısı da yaxşılıq babındandır. Muhsin dərəcəsinə çatmaq üçün sahabələr, bunu etməlisən. Sahabələr çünki bu şeylərə heç vaxt nə edərdi? Yüngül məsələ olaraq baxmazdılar. Yüngül məsələ olaraq yox. Həmişə ciddi baxardılar. Ciddi baxdığından ki, Allah Subhanahu nə etdi onları? Ucaltdı. Məsələn, bəzi hallar var ki, deyir, satışda və yaxud da alışda, ticarətdə, nicahda bu hallarda qardaşlar deyir, bir-birinə deyir, yaxşılıq mənasını ümumiyyətlə unudur. Yaxşılıq satışda, ticarətdə ümumiyyətlə yaxın durma da. Yaxşılıq nədir? Bir-birlərini öldürürlər az qala. Vururlar, nə varırlar. Yoxdur mu? Doğrudur. O dəqiqə ticarət məsələsində qardaşların əksəriyyəti söhbətə zıda baxır. Olmaz belə şeylər. Belə şeylər olmaz. Pul dirildirlər. Qardaş qardaşın pulunu eləyir, atıb onun pulunu dirildirlər. Allah uzaq eləsin. Günə güzarana bax. Şeyx də gətirir ki, burada. Və yədxulu fi zəlikəl ihsan muamilə. Deyir ki, ihsan dərəcəyə baxar. Nə deyir? İhsan dərəcəsidir. Bu muamilə daxildə nədir? Fil bey' satışa, alış-verişə. Vəl şira, həmçinin alış-verişə. Vəl icara və nikah, hamısını deyir, nicaha da. Və bunların hər birinə deyir, bu muamilə daxildir. Bu ihsan şeydə. Əgər səndə bu muamilələrdə problem varsa, demək nədir? Yaxşılıq sinifindən çıxırsan. Və əhsini sinifindən çıxırsan. İndi burada qardaşınla ticarət etməyi, yaxşılıq baxımından etməyi vacibdir, yoxsa yox? Artıq vacib sinifinə daxildir. Niyə? Haqqına girə bilməzsən sən onun. Bir, ən azı, ticarət üzrə ticarət icazə var. İndi bunu etməyin sənə, yəni ki, qardaşın ticarət üzərinə ticarət etməmək vacibdir, yoxsa yox? Demək, buradakı əhsinu, ən gözəl ticarət dedikdə, bu artıq vacib sinifinə daxil oldu. Alış-veriş sinifinə daxil oldu. Nicah sinifinə daxil oldu. Nicahda da bəzi şeylər var ki, vacibdir. Mənim istədiyim kimi yox. Hər kəs öz istədiyini ala bilməz. Mümkün deyil bu.
xeyir olanı. Bir dənə qəşəng misal çəkim. Dəhşətdir ha. Bir gün Musa aleyhissalam Rəbbi ilə danışmağa gedir. Bəlkə də eşitmişsiniz bu qıssanı. Bir nəfərin ibadətdə halı yaxşı idi. Lakin çox kasıb idi. Onun üçün kasıblıqda Allah Subhanahu taala bizim gücümüz çatmadığı yükləməsin. Kasıbçılıqda səbr etmək kişi xüsusiyyətidir. Kişilərin xüsusiyyəti oldu. İmam Əhməd gətirir ha. Hər kişi kasıblığa səbr eləmir. Hər kişi. Acı necə gətirir? Əsl kişi kasıblığa səbr edəndir. Deyir, ya Musa aleyhissalam, Rəbbindən mənə bol-bol ruzi istə. Artıq dözə bilmirəm, deyir. Yəni, ruzi olmayan şeyə də, yəni, dözə bilmirəm də, yəni, çılpaq şey, yəni, amma möhkəmdir də, dinində, yəni, elə deyildi. Musa aleyhissalam Allah Subhanahu istəyir, Allah Subhanahu buna elə bir ruzi verir ki, dəhşət. Dəhşədir. Və bir gün Musa aleyhissalam səhih qıssadır. Rəbbi ilə danışmağa getdikdə baxır ki, bir nəfəri bazarda asırlar. Bu insan arifdir. Neçə dənə qadınları hamilə bıraxıb. Neçə dənə qadınları hamiləsini deyməsin deyə nə qədər hər şey elətdirib. Var pulla baxsırıbdır, bayaq da öldürdüm, nələr eləməyib. Həyatda eləmədiyi günah qalmayıbdır, hələ bu kiçikləri daha. Və bunu artıq nə qədər zəngin olsa belə asırlar. Yəni, kiminsə ailəsinə toxunubdur, kimsə qeyrətinə toxunubdur, namusuna toxunubdur. Əri olan qadınlara şeyliyib, sonra pulla şeyliyib, ağzını bağlatdı. Çox belə etmədiyi iyrənc əməl qalmayıbdır. Bunu asanda, deyir, kaş ki, o günümdə olaydım. Keçmiş günümdə olaydım. Həmən adam idi. Rəbbimdən xeyirli ruz istəmədim, deyir. Bol-bol ruz istədim. Və kaş ki, o günüm olardı. O gözəl ibadətim, o vaxtım olardı. Günahlarla bağlı. Asıb öldürürlər. Onunla da gedir. Günahlarla bağlı. Məsələ çox axırdır. Və kim deyir, bunu əməl edərsə də Allah Subhanahu və Teala onu sevər. Gözəl əməllər edərsə, Allah Subhanahu da buyurur: "Qul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullah və yaghfir lakum zunubakum." Bizə ayədə gətirib. Deyə, əgər Allahı sevirsinizsə də mənə tabe olun, Allah da sizi sevsin, sizi bağışlasın. Və sonra növbəti bir bab açır, burada kifayətlənər. Allah Subhanahu bizə istifadələrdən etsin. Subhanakallahumma hamdik, əşhədu an la ilaha illa ente, estəğfiruke və etûbü ileyk.